Deməli, bu yaxınlarda mən Almaniya və Azərbaycanın əmək haqqlarını, minimum əmək haqqlarını müqayisə edən bir video çəkmişdim və həmən videoda bildirmişdim ki, bəs Almaniyada işləyən, 2 gün işləyən, minimum əmək haqqı ilə işləyən bir Alman vətəndaşı 468 manat bizim pulla qazanc əldə edir, amma Azərbaycanda minimum əmək haqqı 400 manat olduğu üçün Azərbaycanlı bir vətəndaş bu 400 manatı bir aya qazanır. Yəni Almaniyada 2 günə Almanın qazandığını Azərbaycan vətəndaşı bir aya qazanır. Eyni zamanda videoda mən qeyd eləmişdim ki, bəs Alman vətəndaş 5 gün işləyərək 1170 manat əmək haqqı qazanır. Amma Azərbaycanda orta əmək haqqı bizdə 1000-1100 manat civarında olduğu üçün orta əmək haqqı ilə işləyən bir Azərbaycan vətəndaşı yenə də Almanın 5 gün işlədiyi məbləği bir aya qazanır. Ümumilikdə isə bir ay müqayisə etsək, Almaniyada bir aylıq minimum əmək haqqı, yəni burada fikir eləyin, diqqət eləyin. Burada mən minimum əmək haqqıdan deyirəm, yəni adi Almanın kuryer, fəhləsindən söhbət gedir. 5148 manat əmək haqqı alır, amma Azərbaycanda minimum əmək haqqı 400 manatdır. Yəni arada 10, 11, 12 dəfə fərq var. Belə bir video çəkmişdim və videonun altında da çoxlu şərhlər var idi. Həmən şərhlərdə də mən sevinirəm ki, 90%, 95% vətəndaşlarımız vəziyyətin nə qədər kritik olduğunu anlayırlar. Azərbaycanda vəziyyətin nə qədər bərbad olduğunu başa düşürlər. Lakin 5%, 10% civarında da vətəndaşlar rəy yazırdılar ki, bəs o əslində elə deyil. Həmən məbləğdə vergilər var, vergiləri çıxmaq lazım idi, sən vergiləri çıxmamısan. Başqa bir bəzi vətəndaşlar orada qiymətlərin baha olduğunu vurğuladılar. Bir başqa bir vətəndaş yazdı ki, orada kirayə haqqı filan qədərdir, bahadır. Yəni ümumilikdə bu cür şərhlər yazıldı. İstəyərdim ki, qısa olaraq həmin şərhlərə də fikir bildirim. Deməli, birinci vergilər məsələsi. Yazırlar ki, bəs həmən o 5148 manat və yaxud da ki, təqribən 2600 avro Almaniyada olan minimum əmək haqqı brutto əmək haqqıdır, yəni vergilərsiz. Vergilər çıxıldıqdan sonra bu məbləğ az olacaq. Buna da cavab odur ki, bəs mənim müqayisə etdiyim Azərbaycandakı 400 manat minimum əmək haqqı bəyəm vergilər çıxılıb ki, orada da. Yəni vergilər heç birində çıxılmayıb. Yəni vergiləri çıxsaq yenə də yuxarı aşağı eyni vəziyyət olacaq. Yaxşı, gəlin təqribən 30% civarında həmən o 5148 manatdan vergiləri çıxaq, müxtəlif növ vergiləri. Onda biz eyni vergiləri 400 manatdan da çıxmalıyıq axı. Biz də gələn ildən, 2026-cı ildən 3% gəlir vergisi müəyyən olunub. O həmən o 3% növbəti il 5% və 7%-ə qədər artacaq. Eyni zamanda DSF ödənişləri var 10%. Eyni zamanda işsizlikdən sığorta, tibbi sığorta və s. sığortalar var ki, onları da toplasaq yuxarı aşağı 20-30% Azərbaycanda da vergilər zaten tutulur. Yəni ki, şərh yazanda biraz düşünüb şərh yazın. Biz uşaq deyilik, biz bilirik ki, həmən o məbləğ vergilər çıxılmayıb. Və vergilər çıxılmadığı üçün biz də Azərbaycanla müqayisə eləyəndə Azərbaycanın da əmək haqqından vergiləri çıxmırıq. Yəni vergiləri çıxsaq, onda hər ikisindən çıxmalıyıq və yenə də yuxarı aşağı eyni mənzərə olacaq. Yəni burada dəyişən bir ciddi bir şey olmayacaq. Bu baxımdan bu vergi çıxılmayıb o şərhləri çox bəsit bir yanaşmadır və bunu da qısa olaraq istədim ki, burada bildirim. Digər şərh yazanlar var ki, bəs orada kirayə qiymətləri elə 1000 manat, 1500 manatdır. Kirayə qiymətləri Azərbaycanda da ən azı 500-600 manatdan başlayır Bakıda, normal kirayə qiymətləri. Yaxşı, onda gəl onunla müqayisə eləyək ki, 400 manat əmək haqqı alan bir vətəndaş gedib 500 manatda kirayədə ev tutmaq üçün gərək elə 100 manatda kimdənsə borc götürsün. Əlində işdə qalmayacaq, əksinə 100 manat ziyanında olacaq. Amma həmən Alman 5148 manat əmək haqqı alır, lap olsun kirayəsi 1000 manat. 2000 manat. O kirayə də qala biləcək, əlində pul da qalacaq. Nə qədər elə pul qalacaq. Gəlin onda bundan danışaq da. Yəni bu da gülünc bir argumentdir. Kirayədirsə, onda Azərbaycanlının da gəlin kirayə salaq. Sonra başqa bir şərhdə də yazıblar ki, bəs oranın qiymətlərində fərq var. Yəni yeganə bəlkə də ciddi argument bu qiymət məsələsidir. Amma qiymət də belə deyək də. İndi 21-ci əsrdir.
İndi mən sizə bir dənə video kadr qoyuram. Baxın, Almaniyada yaşayan bir vətəndaş 100 avro ilə, yəni bizim pulla 200 manatla marketə daxil olur və marketdən görün nələr alır. Yəni təsəvvür edin, bu 100 avro Almanın, belə deyək, bir gündə qazandığı puldur. Yəni Alman bir gün işləməklə 100 avro qazanır və həmən o 100 avro ilə də marketə girir və baxın marketdən nələr ala bilir. İndi fikirləşin ki, Azərbaycanda da minimum əmək haqqı ilə işləyən bir vətəndaş bir günə məsələn 18 manat, 20 manat əmək haqqı alır. İndi gəlin özünüz müqayisə edin. 20 manatla marketə girən Azərbaycan vətəndaşı nə ala bilər marketdən? Səbəti nə qədər doldura bilər? Baxın, Almanın doldurduğu səbət budur. İndi bir gün işləyən Azərbaycan vətəndaşı minimum əmək haqqı ilə 18 manat, 20 manat, 25 manat, 30 manat maaş alır. Baxın, bu gördüyünüz səbətin neçə faizini doldura bilər? Yəni bu da qiymət müqayisəsi. Düzdür, qiymət orada müəyyən mənada Azərbaycandan biraz bahadır. Ümumi götürək. İndi elə şeylər var ki, Almaniyada ucuzdur. Məsələn, texnikalar, telefonlar, avtomobillər və s. Almanlar onu özləri istehsal etdiyi üçün təbii ki, orada onlar ucuzdur. Yəni elə məhsullar var ki, Almaniyada bizdən ucuzdur. Elə məhsullar var ki, Almaniyada bizdən bahadır. Ümumilikdə yenə də bu heç nəyə dəyişmir. Hə, müəyyən fərqlər ola bilər, müəyyən məsələlərdə bahalaşma ola bilər, amma ümumi mənzərə eynidir. Almaniya və Azərbaycan arasında sosial rifahda, əmək haqqılarda, insana verilən dəyərdə yer və göy arasında fərq var. Yəni bu ümumi reallığı dəyişmir.